Şəbnəm Tovuzlu təqdimat keçirib həmkarlarını başına topladı. Təqdimatda Şəbnəmə kim tərəfindən hansı sürpriz edildi? Baxaq. Şəbnəm Tovuzlu klip təqdimatı elədi. Təqdimatdakı hansı sürpriz onu təəccübləndirdi? Ekskluzivdir. Şəbnəm, ekskluzif hədiyəsi. Mən də səni sevirəm. Məni görə bu hardasa fikirləşirdin ki, nəysə gələcək. Bilirdim. Çünki mən onu tanıyıramsa bilirdim. Mənim həyatım sənimdir, sənsiz həyat mənə çox çətindir. Şəbnəm, amma sevindiyin qədər də yaman təəccübləndin. Bilməmişəm, sürpriz elədim. Alkışlayan bu centilmeni. Çok sağ olsun. Seni seviremdir. Hər bir xanımın sevindiyi sevgilisindən nəsə gəlməkdir, o da gəldi. Həyat yoldaşımdandır. Bilməmişəm, sürpriz elədim. Prodüserim Cəmilə xanımın hər zaman onların bir cici bacılıqları var da. Yəni onlar sürpriz eləyiblər mənə, sağ olsunlar. Sənət dostları və media nümayəndələri gənc müğənnini təbrik etməyə gəldilər. Şəbnəm özlərində çalışan bir müğənnidir. Mən düşünürəm ki, Azərbaycanda öz yerini tutacaq bir müğənni olacaq. Bu onun sonuncu klipi olmasın. Mənə elə gəlir ki, ən sevilən kliplərdən biri olacaq. Sənin uğurlarına niyə də sevinməyək? Güman edirəm ki, pis iş olmaz. Biz Şəbnəmi təbrik edirik. Şəbnəm, gözün aydın olsun. Onu ürəkdən təbrik edirəm. Uğurlarının davamı olmasını arzulayırıq. Sən əziyyətinlə bu uğurları əldə edirsən. Uğurlu olsun klipiniz. Hər zaman yüksəklərdə olasan. Çalışkan xanımsan. Xoşuma gəldi klipi, əlaydı. Yoxluğunda anladım həsrət nədir, ölmək nədir. Şəbnəm Tovuzlunun hər zaman eyni tərzdə olan ifalarını eşitsək də, bu dəfəki mahnı janrının ideyası Pənah Eldaroğluna məxsusdur. Bu mahnını Nurlan Təhməzli ərsəyə gətirəndə mən düşündüyüm müğənni Şəbnəm oldu. Təklifimizi bəyəndiniz və bugünkü gündə görürsünüz, hər kəs uğurla qazandı, rəğbətlə qarşıladı. Növbə gəlib çatdı günün qəhrəmanına. Xoş gəlmisiniz bir daha siz də mənim bu sevincli günümdə. Təşəkkür edirəm hər birinizə. Klipi ilk dəfə gördüm. Ona görə də xoşuma gəldi. Səndən sonra heç bilmədim, sevinç nədir, gülmək nədir. Hər bir xanımın sevindiyi onun həyat yoldaşından, sevgilisindən nəsə gəlməkdir, o da gəldi. Biz də səni təbrik edirik. Uğurlarının ardı gəlsin.